Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcənin mərkəzində, ploşad deyilən ərazidə, parka yaxın ərazidə, məktəblərə yaxın ərazidə, marşrutdan haradasa 50-60 metr məsafədə tam təmirli bir, 4 otaqlı bir həyət evini satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Ev tam təmiri vəziyyətdə olan evdir. Yeri gözəl yerdir. Parka yenə qeyd edirəm. Parka, məktəblərə, marşrutlara, marketlərə yaxın ərazidə yerləşir. Demək, girən kimi burada paltar sərmək üçün belə bir balaca bir həyətyan sahəsi var. Gördüyünüz kimi də. Yəni olan nədir? Budur. Kombi sistemidir, kombidir. Pitminutkada hamısı qurlaşdırılıb. Ev təmirdən çıxıb. Gördüyünüz kimi evin dəhliz hissəsidir. Girən kimi sol tərəfdə mətbəxdir. Mətbəxi gördüyünüz kimi də. Yəni ev oturmuş evdir, Qurqaba Qoşadaşdan inşa olunub. Sağda qonaq otağı da haradasa 4-ün 5.50-yə 6 metrəyə yaxındır, 20-22 kvadrat olar. Gördüyünüz kimi evin təmiri normal qaydasında. Sağda burada sanuzeldir. Gördüyünüz kimi sanuzeldə təmiri vəziyyətdədir. Hörmətli izləyicilər, evin yeri gözəl yerdə yerləşir, yeri yaxşıdır, mərkəzdir. Burada uşaq otağıdır. Uşaq otağı da haradasa təxmini 6-8 kvadrat olar. Pəncərələr tam rahat, işıqlıdır, havalanmaya uyğundur. Hər tərəfi açıqdır. Burada da bir dənə yenə bir yataq otağıdır. Yataq otağı da təxmini haradasa 14-15 kvadrat olar. Təxmini ölçü deyirəm, hörmətli izləyicilər. Kondisionerdir. Gördüyünüz kimi evin üstündə qalacaq. Burada bir dənə də balaca bir uşaq otağıdır. Hörmətli izləyicilər, nəzərinizə çatdırım. Burada adətən 2 dənə uşaq otaqlar balaca olur, qızla oğlan uşaq otaqlar olur, bir dənə geniş yataq otağı olur. Adətən 2 otaqlar həmişə balaca olur, qızı oğlan üçün 2 uşaq otağı sayılırlar. Bunu nəzərinizə çatdırın. Kimlərsə evi satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz, evlərə baxa bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın. Həmişə də evin qiyməti sonunda deyirəm, bunu da nəzərinizə çatdırım. Evin sənədləri, bələdiyyə qərarı var, 2006-cı ilin qərarıdır. Akif sənədi var, yəni mərkəzdə hələm-hələm. Yəni bələdiyyə sənədləri olan deyil, burada mərkəzdə ya kupsorur, ya dama boyulur. Buranın amma sır bələdiyyə sənədi var, bunu nəzərinizə çatdırım, hörmətli izləyicilər. Evin qiyməti də 122.000 start qiymətdir. Real alıcı olsa endirim olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Yenə qeyd edirəm, 122.000 start qiymətdir. Endirimi də birbaşa sahibi ilə danışacaqsınız. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah olmayanlara gözəl evlər qismət eləsin.